pensiya yaşı Avropa ölkələrinə uyğun artırılır. 65 yaşda çıxır kişilər və qadınlar pensiyaya. O bəzən bizim millət vəkillərimiz var. Hətta onlar təklif eləyirlər ki, bir qədər də artıraq. Güya ki, Azərbaycanda orta statistik ömür 100 yaşdır. Bunlar deyirlər ki, bir qədər də artıraq. 65 yaş cavan görsənir onlara görə. Ona görə də təklif eləyirlər ki, bir qədər də artıraq. Avropa ölkələrindən, dünyanın digər ölkələrindən bura üz tutan pensiyaçılara baxanda, təqaüdçülərə baxanda elə bilirsən ki, onların 20-25 yaşı var. Hansı ki, 60 yaş üzərində olanlardır. Bizim pensiyaçılarımıza denən ki, get Türkiyədə istirahət elə, deyəcək, abala, başın xarab olur sən, nənən qurban, mənim istirahət eləyən vaxtımdırmı? Bir tikə pensiya alıram, qoy da onu oturum rahatcana evimdə yiyim. Yəni, bəzən bu müqayisə olanda siz başqa şeylərlə də müqayisə eləyin. Onların təqaüdçülərinin həyat tərzi ilə bizim təqaüdçülərin həyat tərzini müqayisə eləyin. Onların kəndləri ilə bizim kəndləri müqayisə eləyin. Bizim artıq qaynar xəttimiz donur. O qədər ki, qazla bağlı şikayət gəlir o qaynar xəttdə. O qədər gəlir ki, artıq donur. Yəni, qaynar xəttdə o şikayətləri çəkə bilmir. Ona görə də müqayisə eləyəndə uyğun müqayisə eləyək. Bəli, aziz bizi izləyən gözəl insanlar, sizə indi bir bal göstərirəm ki, özünüz bir dənə bu bala baxın. Balın rənginə də baxın. Əgər sizə sırf naturalni gökə balı lazımdırsa, hansı ki bilənlər bilir ki, gökə balı dünyada balların şahı sayılır. Onda bizimlə əlaqə saxlayın, sizə baxın bu baldan biz də verək. 051 546 39 39 zəng eləyirsiniz. Üstəlik Azərbaycanımızın bütün şəhər və rayonlarına da göndərib çatdırmanı tam pulsuz eləyərik.